Ailə qurmaqla münasibətdə olmaq fərqli şeylərdir. Ailə qurmaq üçün sevgi yetərli deyil. Münasibətdə olmaq üçün sevgi yetərlidir. Ailə qurmaq üçün sizə paralelində dəyərləriniz üstə düşməlidir. Çünki dəyərləriniz üstə düşməsə də əməkdə konflikt olacaqdır. Sizin həyat tərziniz üst-üstə düşməlidir. Biri evdə oturandırsa, digər kənarda gəziyəndirsə, bu daim olaraq konflikt olacaq. Sevgi olan yerdə bu ikisi olmayanda ailə dağılır. Ona görə biz çox müasir zamanda nikahların zəif olduğunu gəlirik. Çünki insanlar vurulurlar bir-birinə. Siz sözə fikir verin. Vurulmaq öz-özündə negativdir. Ötəli bir şeydir, değil mi? Vurulmaq sözündə heç nə yaxşı yoxdur. İngiliscə bizə deyir fall in love. Sevginin içinə düşmək. Doğru. O da negativdir. Heç vaxt sevgi tarix boyu, daha doğrusu vurulmaq, falling in love, yəni vurulmaq heç vaxt pozitivdən olmayıb. Romeo Julietta necə bitirdi bilirsiniz. Leyli Məcnun necə bitirdi bilirsiniz. Qovuşmadılar. Fərhad və Şirin, Xosrov və Şirin heç yerdə vurulanlar yaxşı qurtarmırlar. Çünki vurulmaq üçün sən insanın yalnız pozitivlərini görürsən, negativlərini görmürsən, yalnız və düşünürsən ki, sən negativlərini düzəldə bilərsən. Sevgi isə odur ki, sən insanı tamlıqla görürsən və tamlıqla qəbul edirsən, bütün mənfi və müsbət cəhətləri ilə.